Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində, Savxoz arasında Vega Palas Şadlıq Sarayının yaxınlığında 334 nömrəli məktəbin yaxınlığında sizin üçün 3 otaqlı yaşayışlı bir evin çəkilişinə gəlmişik değerli dostlar. Evimiz kürsülü evdir. Koridor proyektidir. Qiyməti münasib qiymətə deyilir. Həyətimizə də maşın daxil olunur. Hal-hazırda qapımız balacadır, amma istəyən olsa burada darvaza qoyub həyətinə maşın daxil eləyə bilər. Evimizin sağı solu boşdur. İnşallah indi keçək evin digər yan tərəfini də göstərim. Bu həyətində əlavə olaraq belə bir əldamıdır. Bütün mütqası da buradadır. Evimizin kombisi də var. Bu su çənimizdir. 4 tonluqdur. Qazımız, işığımız, internetimiz mövcuddur. Suyumuz alınmadı değerli dostlar. Ətraflı sizin üçün məlumatı verirəm. Belə bir yaşıllığı da var həyətində. İndi keçəcək evin içindən sizə tanış eləyəcəm. Evimiz koridor proyektidir. Girişdə belə bir koridorumuz var. Evdə müəyyən əşyalar da qalacaq. Keçək indi mətbəxlə sizə tanış eləyim. Bu bizim mətbəximizdir. Gördüyünüz kimi mətbəxdə kombimiz buradadır. Mətbəx mebeli təbii ki qalacaq. Dörd tərəfi də cütdaşdan tikilmiş evdir. Değerli dostlar, burada bir yataq otağıdır. Otaqlarımız qəşəng genişdir. Bu bizim ikinci geniş yataq otağımızdır. Bu bizim üçüncü otağımızdır. Oturma otağıdır değerli dostlar. Kondisionerimiz de qalacaq değerli izləyicilərimiz. Bu hissədə bizim sanitär və sanuzerimizdir. Dama çıxış yeri də buradadır. Değerli dostlar, evimizin qiyməti 45.000 manatdır. İnşallah gəlirsə real alıcı ilə danışıb razılaşma olur. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.